Şəhərli gəlir müəllimin yanına, ustadın yanına, deyir ki, mən ideal seçim etdiyimi necə bilim? Ustad onu gətirir bağın ayağına və deyir ki, gir bu bağdan və axıra kimi get. Ən yaxşı meyvəni, almanı seçib gətirərsən. Amma bir şərt var, qayıtmaq olmaz. Gedəcəksən və bağın arxa tərəfindən gələcəksən. Girir, şəhər birinci ağaca yaxınlaşır, görür gözəl bir ağacda meyvə var, alma. Deyir, gelim daha yaxşısını. Və yəqin ki, bağın ortasında daha qəşənglər var. Gedir, görür ki, ondan da gözəl, ondan da belə təravətli, qəşəng alma var. Ona da dəymir. Biraz da gedir qabağa, yavaş-yavaş bağın axırına doğru meyvələr başlayıb cırlaşır. O qədər axıra çatanda çürümüş, artıq büzüşmüş, artıq belə deyək də o yetişməkdən də keçmiş meyvələr heç bir şeysiz qayıdır gəlir ustadın yanına, məyus olur əslində. Deyir ki, ustad deyir ki, hə, bu həyat belədir. Vaxtında fürsətləri qaçırtmaq, artıq ideal dalınca getmək yox. Bir yaxşını gördünsə, artıq onu özün üçün ideallaşdır. Çox insanların həyatda yaxşı, bəzən qızların yaxşısı olacaq düşüncəsi və yaxud da fərqi yoxdur oğlanların və yaxud da işin və yaxud da 100 cürə, yəni həyatda idealın arxasınca getməklə heç yaxşını belə dəyərləndirə bilmirik və itirə gedirik, sonra da bəyənmirik və də deyirik ki, həyatı günahlandırırıq.